Salam dostlar. Bugün oksalik asit, yəni qızılbulaq turşusu ilə püskürtmə yolu ilə gələnlərə qarşı mübarizə aparacağıq. Əslində mən varovaya qarşı formik asit istifadə etmək istirdim. Lakin hava temperaturu 25 dərəcəni keçmir. Formikerin təlimatında 25 dərəcənin üzərində istifadə edilməsi məsləhət görülür. Odur ki, hələ ki oksalik asit püskürtmə edəcəm. Keçən avqust ayında eləmişdim bunu. Bal sağımından sonra. Və çox gözəl də nəticə almışdıq. Gələnləri çəkmişdi. Oksalik asiti hər bir çərçivənin üzərinə, hər iki tərəfinə, arıların üzərinə püskürdəcəm. Bu yeşilin altı açıqdır. İnşallah bir saatdan sonra baxacaq. Görək nə qədərinə gələn tökülüb. Mənim ehtimalıma görə bu koloniya gələnin ən çox olduğu koloniyadır. Çünki qış boyu yumurta atan bir koloniyadır bu. Odur ki, yoxlayaq görək nə nəticələr verəcək. Bu arada bir müddət əvvəl BCM elənmişdi. Qat atdıq, müəyyən tədbirlər gördük. Bir qədər yumurtalı çərçivələrini başqa arılara verdik. Hələ ki BCM elindən bir qədər daşınıb. Lakin bu arada hal-hazırda demək 15 çərçivə dolduracaq gücdədir. Yəni aşağı qata baxmamışam tam şəkildə. Yəni bu arı may ayında %100 BCM gedə biləcək potensialı var. Bizim ən qorxduğumuz vaxt may ayıdır. May ayında arılar daha çox BCM meyilli olur. İnşallah bölmə etmək istəyirəm güclərlərdən. Başlayaq burada. Bu şəkildə götürdük. Hər iki tərəfinə. Koyuq bunu. Burada yer boşalsın. Bu əslində az arısı olanlar üçün gözəl bir metoddur. Lakin çox arısı olan üçün həddindən artıq vəziyyətli bir işdir. Çünki hər dəfə bütün çərçivələri qaldır, sal, qaldır, sal. Yəni təsəvvür edin 50-60 koloniyası olan adam bunu etməyə günlər lazımdır. Qışda rahatdır, damlatma üsulu ilə eləmək olur. Ümumi arılarımın vəziyyəti normaldır, lakin beçim elinə yaxındırlar. Yəni ana üstükləri qoyurlar. Və hər gün arıya nəzarət edə bilmədiyim yerdə arının qaçmasından qorxuram. Bir arılar nədənsə çox tez inkişaf elədi. Düzdür, mən hər 2 gündən bir, 2 ya 3 gündən bir, 250 qram, 300 qram birin birə şərbəti ilə arıları bəsləyirdim. Arının yumurta atımında çox faydası var. Yəni birdən-birə arıya 1 litr şərbət verməkdənsə, həftə ərzində o 1 litri bölüb az-az vermək məncə arıya daha çox yumurta atmasına səbəb olur. Amma buna baxmayaraq, arılarımın yem ehtiyatı düşündüyümdən azdır. Bu arada bir qədər məsələn yem ehtiyatı var. Yaxşı demək olar. Amma elə arılarım var ki, demək olar ki, yox səviyyəsindədir. Burada da ana biskütləri qoyublar, həvəs biskütləri. Hələ ki, içində yumurta yoxdur, amma bu vaxt arı 15 çərçivəyə qalxıbsa may ayında barını yığışdırmaq olmayacaq. Mən belə başa düşürəm. Formik asit istifadəsi qızılbulaq turşusundan bir qədər təhlükəlidir. Bir qədər. Yəni təhlükəsizlik tədbirini görəndə maska və əzək taxanlar da problem etməz, amma yandırıcı bir maddədir. Üzə, gözə, nəfəsə qaçması çox pis xəsarətlərə gətirib çıxara bilər. Bu arının blok çərçivəsidir.
Yəni demək olar ki, bal yoxdur. Hətta bura arı yumurta da atıb. Mən arını 2 dəfə bəsləyirəm. Bir, bal sağımından sonra arıya boş pətəklər verib çox yaxşı bəsləmə edirəm. Səbəb də arını qışa az gənc nüfusdan girməsidir. Yəni avqust ayında baxırıq ki, arı 10 çərçivəni doldurur. 10 çərçivə, 11 çərçivə arı var. Biz rahat olmalı deyilik. Çünki arıların demək olar ki, o əksəriyyətin ömrü qutarıb, tükanıb. Arılar qışa girə bilməyəcək, yəni qışa sağ çıxa bilməyəcək. Hər şey qaydasında bal var. Arıda gəniyə qarşı yetərincə mübarizə aparmışıq, amma gəlir ki, arı qışa girir 10 çərçivə, çıxır 2 çərçivə, heç çıxmır məşələ. Səbəbi, mən belə düşünürəm ki, gənc arı ilə girməməkdir. Ona görə arını qışa girərkən çox yaxşı bəsləyib, ana arıya yumurta atdırıb, daha sonra qış moduna keçmək olar. Bu ən yaxşı variantdır. Və bir də ilkin yazda, yəni fevral ayından başlayaraq mart ayı, aprel ayının sonlarına qədər mən arını 200-250 qram şərbətlə bəsləyirəm. 2-nin 1-ə, yəni 1 su, 2 şəkər olaraq. Bəzən keç də verirəm. Ancaq zəif aylarında keç var hazırda. Bu aralarda hələ ki keç yoxdur indi. Artıq yiyib bitiriblər, verməmişəm. Bu hələ ki təcrübədir. Yəni mən bunu edəcəm, başqa arılarımı hələ ki eləmirəm. Nəticəsini görüm, arıları pis təsir etmədiyini görüm. Daha sonra digər arılarımı tətbiq edəcəm. Çünki vaxtdan vaxta fərq var. Yəni avqust ayında mən bu dərmanı vuranda temperatur 30 dərəcənin üzərində idi. İndi 20 dərəcə, 23 dərəcə arasıdır. Hal-hazırki vəziyyətdə kimyəvi dərmanlar da istifadə etmək istəmirəm. Lentadan, yaxud da başqa kimyəvi dərman vurmaq istəmirəm. Çünki balda qalıntı buraxır. Təxminən 4 aydan sonra bal süzülür. Yəni bunda mütləq şəkildə o kimyəvi dərmanın nəticəsi qalacaq. Vəssalam, bu qədər. Bir saatdan sonra baxacaq. Alt çəşməcəni açıb baxacaq, görüm nə nəticə verib.